evdə cadu və yaxud cadu ehtimal olunan bir şey tapılarsa, ondan nə edilməlidir? Cadular müxtəlif olur. Hansısa kağızda yazılmış olur, kukla üzərində ola bilər. Burada iynələr var, ola bilsin saplar tapılsın, düyünlər, mismar və s. və ilax. Belə əşyalar tapıldıqda nə etmək lazımdır? Biz götürürük bir qab, fərq etməz nə qab olur olsun və ora əlavə edirik ruqya oxunmuş su. Bizim bu suyumuza ruqya oxunubdur, artıq hazırdır. Bismillah. Və sonra həmin bu əşyanı, cadunu o ruqyalı suyun içinə daxil edirik. İynələri buradan çıxardacağıq. Əgər düyünlər varsa düyünlər açılmalıdır. Açmaq olmursa kəsici bir alətlə, lezva olsun, bıçaq olsun, qayçı olsun, o düyünləri kəsmək lazımdır. Qıfıldırsa, məsələn, həmin qıfılı açmaq, əgər açar üstündədirsə açmaq, açar yoxdursa sındırmaq. Və daha sonra, sonda isə, yəni ruqyalı suya qoyulduqdan sonra o əşya məhv edilə bilər, sındırıla bilər, yandırıla bilər və yaxud uzaq bir yerdə torpağın altında bastıra bilərsiniz. Bismillah. Əuzu billahi minəşşeytanirracim. Və əvhəynə ilə Musə nəlqi əsəkə fəizə hiyə təlqafu mə yəfikun. Bismillah. Fəvəqəl haqqu və bətələ mə kənu yə'məlun. فغلبوا هنالك وانقلبوا صاغرين وألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون فلما ألقوا قال موسى ما جئتم به السحر إن الله سيبطله إن الله لا يصلح عمل المفسدين وَيُحِقُّ اللّٰهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ. Və burada ayətlər oxuya həmçinin dua da etmək olar. Allahım bu sehri batil et. Allahım bu sehrin təsirini batil et. Allahım bu sehri batil et. Allahım bu sehir səbəbilə gələn xəstəlikləri aradan qaldır və şəfa ver. Allahım bu sehir səbəbilə daxil olan cini bədəndən çıxart. Bismillah. Allahın izniyle bu sehir batil oldu ve bu sehir sebebiyle olan xəstəliklər də Allahın izniyle getdi. Bismillah. Allahın izniyle bu sehir sebebiyle daxil olan cin də bədəndən çıxar. فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَى مَا جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ وَيُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ.